Günlərin bir günü müəllim sinifin ən ağıllı və bir o qədər də qısqanc olan şagirdini ayağa doğruzaraq soruşur. Sən nə üçün digər yoldaşlarının uğurlarına sevinmirsən və hətta onları qısqanırsan, deyir. Şagird biraz düşündükdən sonra müəllimlə belə cavab verir. Mən istəmirəm ki, heç kəs məndən üstün olsun. Müəllim bu sözü eşitdikdə dərhal masa arxasına ayağa duraraq əlinə bir təbaşir alır və yerə 15 sm uzunluğunda bir xətt çəkir. Təbaşiri şagirdinə uzadaraq bu xətti qısaltmasını istəyir. Şagird təbaşiri müəllimdən aldı və həmin xətti bir neçə yerdən bölərək qısaltdığını bildirdi. Müəllim isə buna cavab olaraq təbaşiri götürüb həmin xəttin yanında ondan daha uzun bir xətt çəkir və bu xətti bölməkdənsə daha uzun bir xətt çəkərək həmin xətti qısalda biləcəyimizi söylədi. Şagird müəllimin ona nə demək istədiyini çox gözəl anladı və utanaraq başını önünə əydi. Bəli, əziz dinləyicilər, uğur qazanmaq üçün illa da kiminsə ayağına tutub geri çəkib onun yerində oturmaq lazım deyil. Əgər uğur qazanmaq istəyirsinizsə, öz biliyinizi, qabiliyyətinizi, bacarığınızı artıraraq öz yerinizi tutmağa çalışın. Başqasının yerini deyil. Hər kəsə uğurlar.